Qadın dedi ki, sən onsuz da həmişə belə edirsən, həmişə belədir, gedirik, nə bilim, həmişə mən inciyirəm, həmişə mən dəyərsiz oluram. İndi kişinin verməsi gerəkən reaksiyalar ya hücuma keçməlidir, o da özünü müdafiə etməlidir, ya qadınların nədir ən yaralı yeri, deyir ki, mən problem var, deyirəm gəl danışaq, kişi telefonla oynayır. Mən deyirəm gəl söhbət elə, o deyir ki, sonra danışarıq, mən dostlarımla görüşürəm məsələn. Əhəmiyyətli baxmırlar. Hə, qadın deyir ki, mən onda burada dəyərsiz hiss edirəm də, yəni mənim üçün əhəmiyyətli. Amma orada başqa bir şey də baş verir əslində. Tamam, bir girişi dedik ki, necə girirsinizsə söhbətə, çox güman ki, elə davam edəcək. Amma bir də başqa bir məsələ var. Bunu hətta araşdırmalar da göstərir. Gottman İnstitutu var, onların çox gözəl araşdırmaları var sevgi və münasibətlərlə bağlı real cütlüklərin üstündən laboratoriya şəraitində, yəni bütün bu araşdırmaları edirlər. Hətta orada da göstərir ki, konflikt zamanı baxın, kişinin adrenalini, stres hormonu artır. Yəni hətta konflikt dediyim, yəni o ilk cümlə ki var, sən bunu etdin, məsələn, o cümlə ilə belə. Yenə də sən belə eləmisən. Adrenalini anında artır. Adrenalin artdığı üçün baxın belə fikirləşin. Beynə bir siqnal gedir ki, təhlükə var.